Deməli, 20 aprel 9-cu siniflər üçün düşən Azərbaycan dili suallarına baxacağıq. Bizdə olan PDF budur. Deməli, birinci sual belədir ki, biz C variantındakı suallara baxacağıq. Birinci sualda deyir ki, hansı sıradakı feillərdən biri idi, digəri isə isə köməkçi sözü ilə işlənmişdir. Biz bilirik ki, bunlar qrammatik çəkilişdən sonra artırılırlar. Ona görə tərkibini bilməliyik sözün. Aparmışdı. Görürəm ki, qrammatikdən sonra artırılıb. Deməli, burada idi var. Alıb, nəqli keçmiş, sağda isədir. Deməli, cavabımız elə A variantıdır. İkinci sualda sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun gələn söz sırasını müəyyən edin. Yazılışı ilə deyilişi fərqlənməyən lazımdır bura. Sətirdən sətə keçmək olmur. Adətən bu, baxın, burada A, bad olur. Yəni, heca bir saytdan ibarət olan lazım olacaq bizə. Yazıcı deyilişi fərqlənən lazım olacaq burada da. Baxaq, təbrik fərqlənmir. Alim şəklində olur. Burada zaten veriblər bu sözü. Burada maqnit deyilişi ilə 3-cü sırada deyilişi ilə yazıcı fərqlənir olsun. Maqnitdə fərqlənmir. Ona görə A ola bilməz. Sonra məşhur boyaq. Bu variant da uyğun gəlməyəcək. Vərəq olacaq. Bu da uyğun gəlməyəcək. Birincisi, xəttatda biz bilirik ki, qoşa TT-lər T-D kimi tələffüz olunur. Hətta, məsələn, xəttat. Bu da olmayacaq. Ona görə cavabımız E variantı olacaq. Lisenziya deyildiyi kimi yazılır. Dua. Duada biz bilirik ki, dua hecalananda bir dənə sait qalır. Ötkəm sözü də T-K birləşməsi tələffüzdə olacaq. T-G, ötkəm. Ona görə deyilişin yazılışı da fərqlənəcək. Buraya uyğun gələcək. 28-də cavabımız olacaq E variantı. 29-da deyir, hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? Əlavəyə baxacağıq. Yəni, biz tredən sonra verilən hissəyə topladığı məhsulu, kartofu, soğanı görürəm ki, adi sözlə ifadə olunub. A variantı getdi. Bura, Qəbələyə, görürsünüz, bunun əlavəsi budur. Bir dənə sözlə ifadə olunub. İrəlidə, sahildə, burada bir dənə sözlə ifadə olunub. Əsməri, rəfiqəsini, bu da bir dənə sözdür. Şair bu obrazı, əsərin baş qəhrəmanını görürsünüz, söz birləşməsi ilə ifadə olunub. Cavabımız E variantıdır 29-da. Frazeoloji birləşmələri müəyyən edin. Çox asan sualdır bu. Üz vermək frazeoloji birləşmədir. Amma dabanı tüpürmək də frazeoloji birləşmədir. Cavabımız elə A-dır. B variantına baxıram, ağzını su almaq frazeoloji birləşmədir. Amma sandığı fırlamaq yox. Gözlü kəlləsinə çıxmaq, hə. Çəkizlə vurmaq yox. Divarları ağartmaq yox. Üz qaraltmaq, hə. İşə düşmək olar frazeoloji birləşmə. Stulları aşırmaq isə olmaz. Ona görə hər ikisi uyğun gələn cavabımız 30-da A variantı idi. Cümlələrdən fərqləndirilmiş sözləri nəzərə alaraq cümlələrdə uyğunluğu müəyyən edin. Mən səni məsuliyyətli bir şagird bilirdim. Bir də ədatdır. İlk maaşından anası üçün bir dəstə qızıl gül almış. Deməli, birdəki ədatdır, ikidəki saydır. Baxaq. Bura baxırıq. Deməli, əşyanın miqdarını bildirir say. Deməli, A uyğun gəldi 2-yə. B-yə baxıram. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Ədat da əlbəttə ki, bu 1 olacaq. B. Leksik mənası var sayın. Olacaq C 2-yə. Yalnız qrammatik mənası var. Bu gedəcək 1-ə. Cümlə özləri arasında əlaqə yaradır. Bağlayıcıya aid xüsusiyyətdir. Bu heç birinə uyğun gəlmir. 1B, 2AC, belə 1BD, 2AC. B variantı. 31-də cavabımız B variantı. 32. Balaca yaman dəcəldir cümləsini mübtəda nə ilə ifadə? Mübtədanı tapaq. Dəcəldir. Necədir? Dəcəldir. Kim? Balaca. Balaca sözü sifətdir də. Son bir sual daha. E variantı. Verilən nümunədə hansı durğu şairləri buraxılıb? Kainatın yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiya elminin deyil, bütün təbii 3,. D variantı 33-də. Sonra hansı sadə cümlədir deyir. Baxaq. Külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Nə edir? Yağırdı, nə yağış?
Güclənir nə? Külək. Gülnar həyəti süpürdü. Kim? Gülnar. Samvara ot saldı. Kim? Gülnar. Deməli bu sadədir. Bir də mübtəda nasıldır? Cavabımız B variantıdır. Soruşdum, cavab vermədim. Mən soruşdum, o cavab vermədi. Görürsüz, ayrı-ayrı qrammatik əsası var. C deyil. Ətrafa baxdım. Kim? Mən. Heç kəs görünmürdü. Kim görünmürdü? Heç kəs. Görürsüz, bunda ayrıca 2 qrammatik əsası var. Güclənir nə? Külək. Limandakı gəmilər yırğalanırdı nə? Gəmilər. Görürsüz, ayrı-ayrı qrammatik əsası var. Anı göstərmədim. Qoy anı da deyim. Külək getdikcə güclənirdi nə? Külək. Hayır, demişəm ama. Üzr istəyirəm. Keçək 35-ə. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Feildən əmələ gəlmiş. Sıxlıq. Biz bilirik ki, lıq sifətləri artırılır. Feilləri artırılmır. Bax bu şəkilçi. Ona görə A ola bilməz. Zarafatçı sözün çünki zarafat ismidir. Bu da deyil. Bizə deyir ki, feildən əmələ gəlsin. Güllü, gül çiçək mənasındakı bu söz isimdir. Qırğın, qırmaq feilini artırılıb qırğın nə? İsimdir. Bizə deyir feildən əmələ gəlmiş sifəti tap. Onda cavabımız E olacaq. Sürüş. Sürüşkən, sürüşmək feilini artırılıb kənkən sifət olub yenə. Cavabımız E variantıdır 35-də. Uyğunluğu müəyyən eləyin deyir. Söz birləşməsi ilə bağlı bu da asan sual olmalıdır. İsmi birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. Baxaq. 3 böyük bina yanaşı tikilmişdir. Baxıram burada böyük bina ismi birləşmə. Birinci növ təyini söz birləşməsi. 1 olacaq A. Yenə göy üzünü duman bürüb. Göyün üzü. Göy üzü olacaq yenə ismi birləşmə. 1 AB. Sən şəkli həvəslə çəkdin. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. Belə olanda C variantı olanları silin həmişə. Silirəm. Qaldım A ilə E-nin arasında. Bir AB olanda bir dənə A-dır. Görürsünüz, heç vaxt itirmədən cavabı yaza bilərəm. Amma yenə də baxıram o birislərinə sizin üçün. Sahilə çıxmaq üçün qayığa mindi. Kim? O nə üçün? Sahilə çıxmaq. Görürsünüz, feili məstər tərkibidir, feili birləşmə. Olacaq D. Cavad hiyləgərcəsinə gülürdü. Burada birləşmə də burada da yoxdur. Deməli cavabımız 1 AB, 2 D düzgün yoxlamışıq. Bu olur qrammatika sualları.